barəsində Quranda hökm varmı? Bəli, var. Mərhələli hökm nazil olub Qurani Kərimdə şərabın barəsində. Nəyə görə mərhələli? Bunu izah eləməkdən ötürü bir anlıq qaydaq tarixə. Həzrəti Muhammed hansı şəraitdə Peyğəmbər seçildi? Elə bir zamanda, elə bir şəraitdə Peyğəmbər seçildi ki, insanlar insaniyyətindən çıxmışdı. Cəhalət ayaq açıb yeriyirdi. Elə bir şərait idi ki, ərəblər öz evladların, qız uşaqların aparıb diri-diri torpağa bastırırdılar. Bu tarixdir. Qız uşağı dünyaya gələndə onu aparırdılar gecə vaxtı, diri-diri torpağa bastırırdılar. Nəyə görə? Çün müharibələr çox idi. Tayfa ilə müharibə eləyirdi. Kim kimə qalib gəlirdi, ondan qızlar əsir gedirdi. Ona görə hamı istəyirdi ki, oğlu olsun, qızı olmasın. Qızı olanlara pis baxırdılar. Yəni aşağı adam kimi baxırdılar, hörmətsiz adam kimi baxırdılar. Ona görə də biri görürdü ki, mənim qızım oldu, mənim abrım gedəcək, hörmətim gedəcək, neyniyim? Gecə hamı yatandan sonra götürürdü uşağı, aparırdı biyabana, qazırdı torpağı, onu qoyurdu torpağın altında, üstünü örtürdü, qayıdıb gəlirdi. Bax, belə bir şəraitdə Həzrəti Muhammed Peyğəmbər seçilmişdi. Bir qadın 5 kişinin arvadı olurdu bir gündə. Yəni bir vaxtda. Uşaq dünyaya gələndə bilmirdilər ki, bu uşaq kimin uşağıdır? Peyğəmbər deyəndə ki, haramdır, olmaz. Dəsti ilə gəldilər Həzrəti Muhammedin yanına ki, necə yəni olmaz? Zaman biz bu cür eləmişik. İndi sən deyirsən olmaz. Peyğəmbər dedi, mən sizə cavab verirəm. Hər üz bir qabda su gətirin. Hərə bir qab su götürdü, gətirdi Peyğəmbərin qarşısına. Dedi, bir dənə mənə böyük boş qab gətirin. Gətirdilər. Dedi, suyu tökün o qabın içərisinə. Hamı suyunu tökdü qabın içərisinə. Həzrət baxdı onlara. Dedi, indi hər kəs öz suyunu götürsün. Dayandılar, baxdılar Peyğəmbərə. Dedilər, ya Rəsulallah, bu necə mümkündür? Həzrət buyurdu, bax buna görə də haramdır. Bir qadın bir kişinin əyalı ola bilər. Bax, belə bir zamandır. Belə bir şərait idi. Şəhvət məclisləri, erotik rəqslər, sələmlə pul vermək, yəni insaniyyətdən çıxmışdı. Cəhalət idi. Cəhalət insana güc gəlsə, insan hər sifətdə ola bilər.